Hə, hə. Özünüzü təqdim edin. İkinci Vətən müharibəsi qazisi Əmirov Kamal Elmanoğlu. Bura niçin gəlmisiniz? Mən bu günləri məcbur oldum. Qardaş sən də çək, problem yoxdur, problem yox çəkməli. Yox, problem yox. Buyurun, buyurun, buyurun. Mən bu günləri məcbur oldum. Hansı ki, haqq səsimi möhtərəm Prezident Müzəffər Ali Başkomandana çatdırmağa ki, Gəncə şəhərində gedən özbaşınalığıyla bağlı Gəncə şəhər İcra Hakimiyyətinin birinci müavini Tomiyev Səməd və Mahir Hüseynovun qanunsuzluq əməllərinə tab gətirməyərək 03-12-2024-cü ildə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında öz canıma qəsd etdim. Və buna baxmayaraq müxtəlif səbəblərdən məni yenə də başqa şəxslər tərəfindən təhdid etməklə bağlı mənim əlilliyimin dayandırılmasını, mənim möhtərəm Prezident tərəfindən verilmiş evin əlimdən alınmasıyla bağlı və yenə də ona məhəl qoymayaraq məni təhdid elədilər. Mən son ümid yeri Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Başkomandana və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti cənab Əlin Ağayevə səslənirəm ki, cənab Prezident, cənab Əlin Ağayev, əgər mən hansısa bir məmur haqqında 11 milyon Azərbaycan xalqının qarşısında bu kameraya baxan şəxslərdən xahiş edirəm ki, mənim bu video çəkilişimi paylaşsınlar ki, mənim haqq səsim. Mən buradan bütün Azərbaycan xalqına müraciət edirəm. Əgər mən bir məmur haqqında yalan və böhtan atıramsa, burada deyirəm, mən çıxıb ona üzr istəyəcəm, bəlkə həqiqətən ki, elə layiqli məmur haqqında. Amma mənim əlimdə olan hansı ki, mənim bu günləri məni təhdid eləməsindən bağlı və Ulu Öndər Heydər Əliyevin portretini təhqir olunmuş formada sökülməsi və şəhidi yarım saat qabaq dövməsindən bağlı bütün video materiallar burada. Mənim hər hansı başıma bir iş gələrsə, xahiş edirəm, bunu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətini cənab Əlin Ağayevə təqdim eləsin. Mənim canım bu günlər... Nə deyirlər sizə? Mən susmaqla bağlı ki, yəni sus... Niyə susmalısınız ki? Yəni mən bu günləri belə susmasın. Ulu Öndər Heydər Əliyevə qarşı olan sevgim, dövlətə olan qarşı sevgimə görə məni bu günləri bu vəziyyətə saldılar ki, mən də məcbur oldum, gəldim. Sosial platformadan səslənəm ki, cənab Prezident bizə köməklik eləsin. Susturmanın səbəbi nə göstərilir? Məmur özbaşınalığının. Siz hansı özbaşınalıqdan söhbət edirsiniz? Hansı ki, bugün Azərbaycan Respublikasının yəni şəhid adlarını əbədiləşdirilməsi üçün şəhid adını bir dövlət məmuru şəhid haqqında şəhid olmamışdan yarım saat qabaq şəhidi döyməsi ilə bağlı səs sapsı mən sizə verdim və fleşkada. Şəhid olub həmən döyülən şəxs. O sözü deməmişdə deyir ki, mən deyir şəhid olmamışdan yarım saat qabaq o şəhidi döymüşəm və şəhid olubdur. Şəhidlik məqamına və dövlət tərəfindən şəhid statusu verilib o şəxsə. Özü deyir bu sözləri. Bəli, həmin o şəxs də ki, bölbələnə bir dövlət məmuru əgər Azərbaycan Respublikasının Müdafiə Nazirinin bütün hərbi qulluqlarına buradan bilir ki, Azərbaycan Müdafiə Naziri Azərbaycan Respublikasının qeyrətidir və namusudur. Və bu günlər elə bir məmur, dövlət xidmətində olmuş şəxs, həssas qurumda işləyib o şəxslərə qarşı dediyi söz hansı şeyə sığar? Bir də 8 ay bundan öncə vətəndaş qəbulu iclas zalında Tomiyev Səməd vətəndaşları qəbul edərkən hansı ki, orada Ulu Öndərimizin Azərbaycanın memarı və müstəqili Azərbaycan Respublikasının Nə deyirlər sizə? İndi mən qalmışam ki, yəni belə çıxmasın, ya tutmaqla, ya da ölümlə. Yəni mən çünki Siz hara müraciət Mən etmisiniz? səs sapsı da var. Bütün qurumlara müraciət etmişəm. İnsan hüquqları məhdud da cizmimdədir. Deyir bizlik deyil. Baş prokurorluğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsini təqsirləndi şəxs kimi deyirəm ki, bu işin aparılsın, operativ şəkildə işə baxılmır. Mənə deyirlər ki, sən özünü görə belə çıxmasında xuş olmuşsan. Mən bu gün də qanundan analiz verməyə, DNK analizini saçımdan da verməyə ki, heç bir narkotik istifadəçi döyəm, onu damğalamaq istəyirlər mənə. Qarabağın hansı istiqamətlərində döyüşmüsünüz? Mən 2016-cı ildə döyüşmüşəm. Aprel döyüşlərində iştirak etmisiniz? Rəsmi sənətim də var. 2020-ci ildə də Azərbaycan Respublikasının 5 hərbi əməliyyatının ikisində rəsmi olaraq, üçündə qeyri-rəsmi olaraq, həm də vətəndaş olaraq borcumu yerinə yetirmişəm. Bu günlərin mənə olan təzyiqlərə görə mən xahiş edirəm ki, mənə köməkdarlıq göstərəsiniz. Cənab Prezidentim, mən müalicə sözüm. Kimdən görüşmək istəyirsiniz? Mənim görüşmək istədim Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə cənab Əlin Ağayevlə ki, mənim səs. Əgər mən bir dövlət məmuru haqqında bir böhtan atıramsa, onun qarşısında cəza çəkməyə hazıram. Buyurun. Mənim problem təhdid olunur. Hal-hazırda Gəncə şəhər İcra Hakimiyyəti birinci müavini Tomiyev Səməd tərəfindən və bu tərəfindən. Mən məcbur olub gəlib bu efirə çıxıram. Yəni bir dəqiqə səbirli ol. Yəni bütün qurumlara da məlumat vermişəm. Bu günləri budur. Polisimiz qorunmalıdır qardaş. Sizin vəzifə borcunuz bilsən nədir?
Yəni asayişi qorumaq. Mən bu günləri qazi olaraq çıxıb səsimi, mən sizdən bir şikayətim yox. Mənim şikayətim yox. Dövlətimizə qarşı haqsızlıq olan məmur haqqında. Vəzifə səlahiyyətlərini aşma, ondan sui-istifadə eləmə.